ölkəmizi sənin qarşına gətiririk, ya Rəbb. Azərbaycanımızı sənin qarşına gətiririk. Tək bir məktəbi, bir xəstəxananı deyil, bütün ölkəmizdə olan hər bir elm sahəsini, hər bir tərbiyə verici yerləri sənin qarşıma gətiririk. Ya Rəbb, vaxtcasından tutmuş, hər bir yerə sənin müqəddəs ruhunun gücünü çağırırıq. Qoy natəmizlik yox olsun. Qoy sənin ruhun o yerdə bütün qaranlıqları işığa çevirsin. Qoy ata məktəbə gedən, universitetə gedən, sigaretlə, içki ilə öz həyatını başa vurmasın. Qoy sənin ruhun onları o natəmizlikdən, o qaranlıqdan çıxarsın. Qoy valideynlər öz övladlarını necə ki o yerə oxumaq üçün, bilik öyrənmək üçün göndərirlər. Sənin ruhun onları o yerdə müşayiət etsin. Və o valideynlər çata, övladları ilə düzgün şəkildə maraqlansın, ya Rəbb. Və düzgün şəkildə onları ata, öyrətsin ki, ata, sənə layiqli övladlar çıxsın, ata. Sənə layiq, ata. Sənin təlimində, tərbiyəndə olan. Qoy rüşvət baş alıb getməsin, ya Rəbb. Sənin ruhun hər bir rüşvəti ortadan götürsün. Qoy sənin ata, ya Rəbb, qorxun gəlsin onların üzərlərinə ki, onlar ata rüşvət almasın, ya Rəbb. Yalvarıram sənə. Yalvarıram sənə, ya Rəbb. Rüşvəti bu ölkəmizin üzərindən götür, ya Rəbb. Qoy hər kəs öz mənfəətini düşünməsin, ya Rəbb. Qoy onların üzərlərində Allahın bir qorxusu gəlsin. Allahın məhəbbəti gəlsin. Ya Rəbb, səndən istəyib, səndən diləyirəm. Sənin canlı, diri əllərinə verirəm, ya Rəbb. Qoy hər bir kəs ata, sənin xilasını anlayışla qəbul edə bilsin. Bütün ölkəmiz bu xilasın içinə girsin. Qoy valideynlər bilsin ki, necə uşaq böyütmək lazım. Qoy ata, övladlar bilsin ki, necə bilik, zəka qazanmalıyıq. Necə bu ölkədə yaşamalıyıq. Necə valideynlərimizlə davranmalıyıq. Qoy hər kəs sənin xilasının altına girsin. Sənin hikmətin, vəhiyin onları tamamilə dəyişdirsin. Onların həyatlarında tamamilə başqa bir ata, sənin verdiyin müqəddəs yazılarında olan bütün o güc, qüdrət onların üzərlərinə axsın. Sənin gücün, qüdrətin qoy hər bir kəsin üzərinə qorxu ilə gəlsin. O güc, qüdrət ki, onları titrətsin. Onlar ağızlarında, düşüncələrində qırdığı bütün planlardan tamamilə əl çəksinlər. İsa Məsihin ismi ilə. Ata, sən qadirsən. Biz dua edirik. Çünki sən kəlamın deyib. Dua edin. Durmadan dua edin. Və biz dua edirik. Və sənin canlı, diri əllərinə veririk. Şükürlər olsun, ya Rəbb. Şükürlər olsun ki, ata, sən bizi bu dünyanın hər bir qaranlığından seçdin, ata. Ya Rəbb, bizi öz sevginlə doydurdun, ata. Ya Rəbb, qoy hər bir kəs, ata, bu sənin verdiyin tam hikməti, dərrakəni, ya Rəbb, tam ala bilsin, ata. O zənginlikdə yaşaya bilsin. O sənin lütfünün zənginliyi, qoy daimi bizim həyatlarımızı doldursun deyə dua edirəm. Ya Rəbb, sənin qanın. Ata, bizi dünyadan aldı, ata. Sənin qanın, ata. O qan ki, ata, heç bir natəmizliyi yox idi. O qan ki, sadəcə bizə görə axıdıldı. Ya Rəbb, bizim təqsirlərimizi tamamilə götürmək üçün, ata. Günahlarımızı bağışlamaq üçün. O təmiz qan axıdıldı. Və bizim bütün günahlarımız o yerdə idi. Və o günahları sən özlərinə götürdün, ata. Ya Rəbb, qoy bu anlayış, bu dərrakə bizim içimizi, daxilimizi doldursun və biz hər dəfə ata sənin gördüyün bu iş bizim gözümüzün qarşısından getməsin. Və hər zaman, ata, sənin gördüyün işi görüb və biz o hikmətlə, o dərrakə ilə dolu ola bilək. İsa'nın ismi ilə, İsa'nın diri adı ilə, ata. Ya Rəbb, minnətdarıq sənə, ata. Minnətdarıq ki, sən bizi dünyanın hər bir qaranlığından aldın, ata. Hər bir şey sən bizə sadəcə əvvəlcədən hazırlanmış idi, ata. Sən bizə o gözəlliyi bəxş etdin, ata. Ya Rəbb, sənə şükür olsun, ata. Hər bir şey, ata. Ya Rəbb, səndən alındı və bizə verildi, ata. Minnətdarıq buna, ata. Minnətdarıq sənə. Halleluya. Xeyirda ver, ata. Hər bir bacı qardaşıma xeyirda ver, ata.
Hansı insanlar ata böyrəkdən əziyyət çəkir ata. Biz birləşirik ata və birlikdə o gücə sahib oluruq ata. Sən dedin ki, 2 nəfər, 3 nəfər harda bir yerdə birləşəcəklərsə və onlar nəyi yer üzərində bağlayacaqlarsa, o göylərdə də bağlanacaqdır. Və mən ata birləşirəm bütün bacı qardaşlarımla və hər bir xəstəliyi gətirən, o böyrəyə xəstə edən, hər bir pis ruhu, aldadıcı ruh, xəstə ruhları bağlayıram. Bağlayıram o şeytanı şər ruhları. O böyrəklərə ki, öz əlini uzadır. Bacı qardaşlarımın böyrəklərini xəstə etmək istəyir və bağlayıram və atıram dilsiz dərinliklərə. O böyrəklər ki, qoy sənin ruhunda, sənin şəfanda şəfalansın. İsa Məsihin ismi ilə, İsa Məsihin diri adı ilə böyrəklərə sənin şəfa axının gəlsin. Bağlayırıq şeytani şər ruhları, aldadıcı ruhları, bağlayırıq. Bağlayırıq və atırıq zülmət qaranlığa və bir də çıxmamaq şərti ilə. Və sənin müqəddəs ruhunun gücünü, qüdrətini bəyan edirik. İçə, daxilə, o böyrəklər ki, o yerdə ata, o görünməyən bir yerdə ata sənin tərəfindən görünsün və şəfalansın. Halleluya. Eləcə ürəkləri sənin qarşıva gətiririk. O ürəklər ki, tamamilə sənə tabi olsun. O sümüklər ki, tamamilə sənə tabi olsun. O sümüklər ki, tamamilə xeyirdə altına girsin. İsa'nın ismi ilə, İsa Məsihin diri adı ilə ata. Halleluya ata. Səndə hər şey mümkündür. Səndə mümkün olmayan heç bir şey yoxdur, ya Rəbb. Sənə izzət olsun. Yaradanımıza izzət olsun. Halleluya ata. Minnətdarıq biz sənə ata.